Təzədən yenə də canlı yayıma qayıtdım. Səsim necə gəlir yenə? Bayaq səsim xışıltılı gəlirdi. İndi necə gəlir səsim? Yeni gələn hər bir kəs xoş gəldi. Gözləyək qoy biraz canlımızda adamlar heç olsa biraz gəlsinlər, qalxsın adamlar. Biraz söhbət eləyək görək başımıza nə iş gəlir. TikTok'da zaten canlı yayım açırsan, TikTok'da canlı yayımı vururlar, imkan vermirlər ki, insanlar öz haqlarını, hüquqlarını tələb etsin. İlham Əliyev diktator rejimə sərf eləmir. Azərbaycan xalqının öz haqlarını, hüquqlarını tələb etmək. Mən o günləri bir video çəkdim və sosial şəbəkədə paylaşdım. Deməli, sosial şəbəkədə paylaşdım mən həmən videonu. Belə bir şey deyim. Bu gördüyümüz şəxs, bax bu gördüyümüz şəxs, Bakı, deməli, Heydər Əliyev Hava Limanı, City Bistır'ın sahibi, ikinci terminalda City Bistır'ın sahibi Murad'dır. Murad orada qadınlara, ora girən qadınlara əxlaqsız təkliflər edir, yataq təkliflər edir. Bu şərəfsiz, evindən, arvadından bir xəbər oğraş və onunla yatağa girməyən şəxsləri, bu Murad, bax bu Murad, onunla yatağa girməyən şəxsləri neynir? İşdən uzaqlaşdırır və həmən xanım buna qayıdıb deyib ki, səndən 100 keş şahid eləyəcəm, bəs o da qayıdıb ki, gülə-gülə get ürəyin kiməsən şikayət elə də, yəni sənin şikayət elədiyin önəmli deyil, mənim arxamda Rabo durub, mənim arxamda bəylər Əyyubov durub. Yəni qoz deyil də, sən istəyirsən neynisən elə, mənim üçün qoz deyil də, sənin kimə deyib şikayət eləmək. Yəni Azərbaycanda bunu demək istəyirəm ki, Azərbaycanda ehtiyacı olan xanımlar hansısa bir yerlərə gedib orada işləmək istəyirlərsə, dərhal onlara yataq təklifləri olunur. Bu da Azərbaycanın necə səviyyəsiz bir vəziyyətə gəlib düşdüyünün bir göstəricisidir. Gəlib necə səviyyəsiz bir vəziyyətə düşür Azərbaycan. Azərbaycan da bu vəziyyətə gəlib salan diktator İlham Əliyev və onun arvadı Göyçək Mehriquşdur. Mehriquş xanımdır. Mehriquşdur. Çünki özlərinin evlərinin içərisi fahişəxanadır. İstəyir ki, bunların əhatəsi də fahişəxana olsun. Yəni bilirsiniz ki, İlham Əliyev Azərbaycana daha da turistlərin axın etməsi üçün daha da əlindən gələni, Azərbaycana uğurladığı pulları daha da başqa şeylərə, otellərə, diskotekalara və s. və ilaxir şeylərə xərcləyir. Bunun da göstəricisi odur ki, Azərbaycanda fahişəxananın artmasına səbəbkar olan Azərbaycan prezidenti İlham Əliyevdir. Yəni biləsiniz. Yəni biləsiniz ki, bu şərəfsizdir. Çox bir zaman, az bir zaman qalıb, çox bir insanın İlham Əliyevin siyasətinin qurbanı olmağının şahidi olacağıq bu yaxınlarda. Bilirsiniz ki, mən neçə gün bundan öncə bu şəhidlər barəsində məlumatlandırmışdım sizi ki, şəhidimiz gələcək və mənə dedilər ki, yox, gördünüz ki, həmən şəhidləri ortaya çıxartdılar. Biri dedilər özünü öldürüb, biri dedilər ürəyib, biri dedilər nə bilim Əhməd Bəli, Füzuli rayonu Əhməd Bəli hospitalında ölüb. Bunlar hamısı şayələrdir, bunlar hamısı Qarabağda, ön cəbhədə İlham Əliyevin siyasətinin qurbanı olan qardaşlarımızdır. Erməni təxribatları deyirlər, erməni təxribat etmir, təxribatı törədən İlham Əliyev və onun müdafiə naziri Üzdəniraqdır, Zakir Həsənov. Azərbaycan xalqının da ayağa qalxmamasını mən görüb, bir əzələ görmüşsünüz ki, yəni o qədər də ciddiyə almıram. Bilirsiniz niyə? Çünki xalq olaraq öz haqlarını, hüquqlarını tələb etməkdən çəkinirlər. Xalq olaraq qorxurlar. Mən dəfələrlə deyirəm, istər prezident və prezidentin ailəsini söyərəkdən, təhqir edərəkdən kimsə onların haqlarını, öz haqlarını, hüquqlarını tələb etməsin. Sivil qaydada, sakit bir formada öz haqlarınızı, hüquqlarınızı tələb edin. Məktub yazın, məktubları görürüz ki, məktublarımıza cavab verilmir. Bilirsiniz ki, İlham Əliyev prezident aparatında məktublar şöbəsini ləğv edib və ləğv etməklə də məqsədi bu olub ki, daha çox məktub gəlir. Zaten mən o məktubların heç birinə baxmıram. Artıq
şöbəsinə kimlərsə vaxtlarını ayırsın. O məktublar şöbəsinə xalqa vaxtlarını ayırdıqlarını, daha da başqa bir şeylərə vaxtlarını ayırsın. Yəni xalqın dərdi, xalqın səri İlham Əliyev üçün önəmli deyil. Bir dənə mesaj yazın, görək mesajımız gəlirmi bura? Zəhmət olmasa, mənim səsim necə gəlir? Yazı yazmaq olurmu burada? Niyə olmur ki? Yazı yazmaq olmur burada. Yeni gələnlər, xoş gəldiniz. Ekranı bəyənin də zəhmət olmasa. Canlı yayımı bəyənin ki, daha çox insanlar gelir, daha çox insanlar danışıqlardan eyləsin. Maariflənsin. Bir saniyə görək səsimiz buradan necə gəlir. Özümüz baxaq da, burada da siz baxmırsınız da. Görək səsimiz necə gəlir. TikTok'da canlı yayımı vurduqları üçün. Görək səsimiz necə. Ha, geçeyim. TikTok'da canlı yayımızı vurduğumuz üçün dedim YouTube'da açın. Mesela 5-10 dəqiqəlik YouTube'da da söhbət edeyim. Söhbət edilməsi o qədər şeylər var, o qədər mövzular var. Şəhid ana, mən bu aralarda Azərbaycanda şəhid anaları, şəhid atalarından çox belə küsmüşəm. Bilirsiniz niyə? Həmən o şəhid anaları, şəhid ataları niyə İlham Əliyevdən öz balasının qanını istəmir? Niyə sakitliyanır? Və bu yaxınlarda bir şəhid atasının danışığını gördüm. Doğrudan da pis oldum, həqiqətən də pis oldum. Deyir ki, İlham vətən sağ olsun, o 2 övladım var, 2 övladım da İlham Əliyevə qurban olsun, Azərbaycan vətəninə qurban olsun. 11.000 manata satma, o artistlik eləmə orada, düşüklük eləmə. 11.000 manata satma uşağı, ayıb. 11.000 manata satma ki. Pula satma uşağı, ayıb. Qeyrətin namusun olsun, vicdanın olsun. Uşağı pula satmaq lazım deyil. Uşağın qanını batırma ki. İki kişisən, bir özünə, bir saqqalıma, bir özünə hörmət elə, vətənə qurban olsun. Şəhidlər ölməz, vətən bölünməz. Yəni şəhidlər ölməz. Torpağın altına girən hər bir insan ölü sayılır. Şəhidlər ölməz, vətən bölünməz. Balan öldü, arzuları yarımçıq qaldı. İlham Əliyev siyasəti qurbanı oldu. Atır şeyin üstünə, Ermənistanın üstünə. Ermənistan sən lazım, sana şərəfsiz. Ermənistan sən lazım, sana dimdik baş. Bir Ermənistan oraya ordu yığa. Bak, xiyar balası xiyar. Ordu yığmalıdır, gör ki, cəmaatı üstünə hücum edirsən, sən ordu yığacaqda neynəməlidir? Yəni, sənin üzvə baxmalıdır, şərəfsiz. Gelib cəmaatın balalarını öldürsən. Paşinyan qədər də olmadı. Paşinyan o cürlə bir dənə Ermənistanda bir nəfər nümunə üçün bir dənə Ermənistanda qazi intihar eləmədi, veteran intihar eləmədi, özünü yandırmadı. Ancaq elə sənin elə baxdığın qazilər, baxdığın veteranlardır. Bu evi yerə soxum sənin beləsinə. Hamı gülür ya, Azərbaycana hamı gülür. Hamı gülür ya, hamı. Allah haqqı, biabırçı vəziyyətdəyik. Ancaq sənin ancaq götürün ancaq şeyə çatır, ha İlham Əliyev. Bu evi yerə soxum, sənin kişi bu evi yerə soxum. Sənin ancaq gücün bilirsən nəyə çatır? Onun bunun ekranlarını götürüb vurmağa. Başqa yerindən götürüb bir-iki ki sən. Aleyküm salam, xoş gəldiniz. Canlı yayımı paylaşın da çox xahiş edirəm. Canlı yayımı paylaşın. Paylaşın, biraz söhbətləşək. Canlı yayımı paylaşın, biraz söhbət edək. Belə başımıza nə iş gələcək? Ne bileyim ya. Bir tane videoya baktım. Zəmin olsun dəminə baxın. Cahil bizim imkan verin biraz kardeşim imkan verin de sahip çömeğini izlemeye. Zöbirle konuşmayayım. Niye konuşmaya bakı? Neye göre konuşmaya bakı ben? Ne kerahet eləmişik? Niye bu milleti koymuşuz derdini seçək? Bunu gör çoxusu ermənilərə qohuldu. Sonra Qarinanın qardaşı oradan zəng edildi ki, İlaramızın dayısı zəng edildi ki, Akok kişi Rancik hara baxsan. İntihar meselesi ay şam ortadık ha. Bir şey olan kim Azərbaycandakı ermənilərin başçısı Ramiz Raznik. Buradan başlayır. Raznik. Ramiz'in adı Razmik'tir. Familesinden Markaryan'dı. Bu ciddi diyorsun. Abi ciddi diyorum ben. Bunu versin məhkəməyə. Razmik Markaryan.
Yani bu tektonda büyümüş bir insan gelip Azerbaycan başına boyuna çıkacak. Siz bir tane erməni xalqını burada aparıp səni salmaq bəyəm o kadar mı sizin çatıldı? O hemkarlarıma da deyirəm. Siz o Ramiz Mehdi'nin tuktasına gitmeyin. O ölü bir meyittir. O düzdür orada burada deyir ki Biden 78 yaşında geldi. Benim ondan da cavanam. Akşamı da kanunu değiştiler. Senin karın kara gelsin. Sen bu milletin kanunu sorulsan. Cənab prezident imkan verirlər. Əziz qardaşım imkan verirlər sənə köməklik eləməyə. Cənab Prezidentin ağzında şiir. Siz bilirsiniz de Mehriban Əliyeva bu yaxınlarda Fransa'nın üstüne şər atıblar ki, güya ki Fransa'nın prezidenti Emmanuel Macron uşaq qanunundan istifadə edir. Ben size tam səmimliyinə deyim. O sadece olarak yalan böhtandır. Elə bir şey yoktur. Avrupa'da uşaq hüquqları, insan hüquqları, qadın hüquqları çok yüksek seviyede qorunur. Çok yüksek seviyede. İlham Mehriban Əliyevanın körpə uşaqların qanunun içməsini, ayinlər etməsini və həmən qanunu öz üzünün çizgilərinə vurulmasının bir necə deyim şey var, sübutlarımız var da əllərimizdə. Yəni Mehriban Əliyeva sırf uşaq qanunundan qidalanır. Bu şərəfsizin qarnından çıxan. Həqiqətən də bax bu reallıqlardır. Sadəcə olaraq mənim sizlərdən bir dənə çox xahişim budur ki, heç bir zaman araşdırıb, dəqiqləşdirib düzgünlük yöntəminə gəlin. Ondan sonra nəysə paylaşın. Yoxsa ağızda gələni götürüb paylaşırsınız, belə elədir, belə elədir. Ona görə də heç bir zamanda Azərbaycanda düzgünlük öz növrəsini quran deyil. Yəni heç bir şeydə ya. Həmişə də düzgünlüyün arxasınıza gedin. Kimsələ belə dedi, İlham Əliyevin nəsə bir yüksəliş nöqtəyə baxımından onun belə deyim sizə yüksəltməkdən ötəri ağzınıza gələni götürüb danışmaqla siz özünüzə alçaldırsınız, əzirsiniz. Yəni bu qədər acizlik eləməyin, bu qədər şərəfsizlik eləməyin. Düzgünlüyünü paylaşın ki, bu düzgünlüyünü bütün dünya görsün. Yapışmışsınız bir dənə İlham Əliyevin götüründən. Sizin üçün neyini bu? Ne iş yerləri yaratır? Mən çox maraqlıyım. İlham Əliyev sizin üçün iş yerləri yaratır. Ne bir normal baxçası var, ne normal təhsili var. Necə deyim sizə? Uşaq pulu verir. Balalarınızı aparır, öldürür. Üzünüzə qarşı söyür, var yoxunuzu söyür. Biz sikim var yoxunuzu, üzünüzə qarşı söyür, İraq yaşlananlar. Bu İlham Əliyevin neyini istəyirsiniz? Hə? Bu diğer yazırlar ya, burada götə girəni yerlər ya. İlham Əliyev. Daha neyini istiyorsun? Ben çok maraqlı həqiqətən də. Onu istəməli nə var? Ekranı bəyənin də. Nə var onda istəməli? YouTube'da canlı yayım onu görə açsın ki, TikTok'umu vurdular. Neyse TikTok'umda mina adam qalxmışdı. Göstər vurdular. Ne bileyim. Burada da misafirliğe koşmak olmuyor. Heç bir şey. Özünüzə yaxşı baxın. Allah amanda qalın. Bu yaxınlarda müharibə olacaq. Yəni biləsiniz. Yaxşı mı? Müharibə olacaq. Mütləq ki İlham Əliyev yenə balalarınızı öldürəcək. Özünüzə yaxşı baxın. Allah amanda qalın. Allah sizi